Herkese yeniden salam. Yeni bir videoyla karşınızdayım. Bu videoda hafta sonumu vloglamışam. Ama ilk önce imsaka durmuşam ve özüm üçün imsak hazırlamışam. Çünkü evde təkcə oruç tutan mənəm və yumurta hazırlayıram ki, o məni tox tutur, həm də gün ərzində daha rahat hiss edirəm. Sonra oğlum durur və o məndən kakaolu kurabiyə istəyir. Tez bazar hazırlanan bir kurabiyə olduğu üçün mən də hazırlamağa başlayıram. Ələ yapışmayan bir xəmir əldə etmək lazımdır və sonra onu belə listimə yerləşdirirəm. 13-14 dəqiqəyə təxminən pişir. Ümumilikdə hazırlanması cəmi yarım saat çəkir, amma həm dadlı, həm də tez bişən bir kurabiyə çıxır. Əslində yoldaşım mənə 8 Mart hədiyəmi günlər öncə vermişdi, amma gülüm də axşam gətirdi. Bu isə səhəri gündə atam da mənə gül alıb gətiriblər. Hər ikisi çox sağ olsun. Burada yollanırıq mamamgilə. Əslində keçirdiyimiz bu dövr çox gözəl bir dövrdür. Çünki bayrama qarışıb 8 Mart, Novruz bayramı, Ramazan bayramı, hər birinizin bu özəl bayramlarını təbrik edirəm. Xanımlarımızın 8 Mart bayramını təbrik edirəm. Həmişə sevib sevilməyi özümüzə arzu edirəm və həmişə bizə dəyər verən insanlar ətrafımızda olsun. Gündür bu maşını gözləyirdi və nənəsi ona bu maşını alıb və hədiyyəsinə qovuşdular. Onu yedizdirdikdən sonra mamam da oruc olduğu üçün, hava da çox gözəl olduğu üçün dedi çıxaq, həm uşaq biraz hava alsın, həm də ki biraz vaxt keçsin və doğrudan da çox gözəl hava var idi. Vaxt keçirdikdən sonra mamam yaxınlarda maraqlı dekorlar satılan bir market olduğunu dedi və ora yollandıq. Doğrudan da çox gözəl dekorlar var idi. Hər birini o qədər bəyəndim ki, təsəvvürünüzə gətirə bilməyəcəyimiz hər bir şeyin balaca heykəllərini düzəltmişdilər və çox maraqlı idi. Kösa, keçəl, qoğal, şəkərbura, paxlava, təndir çörəyi pişirən nənə, nehrə pişirən nənə, xalça tikən xalalar, hər bir şeyin balaca kiçik heykəllərini düzəltmişdilər. Hər bir şey var idi, sanki alışveriş mərkəzi idi. Xalçalar, çantalar, qadın geyimləri, kişi geyimləri, uşaq geyimləri, hər bir şey bu marketdə mövcud idi. Bayram ilə əlaqədar o qədər sıxlıq var idi ki, biz bir marketdən digər marketə yollandıq və burada mamam evinə lazım olan ərzaqları aldı. Mən də sizə video kimi çəkmişəm. Burada çayla içməyə, iftardan sonra şirniyyatlar götürüb, balaca şirin qoğallar, tvaroklu kurabiyələr və bulkalar. Mən birinci səfərdə balaca şirin qoğal görürdüm və dadırdım, amma dadını bəyəndim. Sonra bayram üçün qaroq götürüb, daha sonra belə mozzarella pendiri götürüb, bunun da dadını bəyəndim. Pizzalarda yumurtanın arasında ərilmiş pendir olaraq gözəl dadır.
kəsmi, pomidor, xiyar, evinə lazım olan ərzaqları götürüb və bir də mənim stəkanım qırılmış deyə mənə stəkan götürüb, sağ olsun. Artıq iftar vaxtıdır. İftarımızı açdıq, yeməyimizi yedik və yollanıram evə. Atam məni evə aparır, qoyur və burada yenə ev işlərinə davam edirəm. Yol asfaltlarım var idi. Bunların hər birini maşına yerləşdirirəm. Mən artıq 2 ilə yaxındır ki, şirin çay içmirəm, amma təzyiqim o qədər düşmüşdü ki, gecənin bir aləmində şirin çay içirəm və təzə aldığım stəkanda şirin çayımı içirəm. Səhəri gün açıldı, buzluğumda kənd toyuğu var idi və onu kəsib hissələrə bölüb həm Ömərin bugünkü yeməyini hazırlamalıydım, həm də hissələrə bölüb buzluqda saxlayıram və hər dəfə yeməyini bişirdikcə hissə-hissə götürürəm. Belə mənə çox rahat gəlir, amma kənd toyuğunu doğramaq mənə o qədər çətin gəlir ki, burada rəsmən toyuqla mücadilə edirəm. Burada isə yoldaşım üçün kartof və toyuğun bu dibini kiçik hissələrə bölüb qızardıram. Axşam isə iftar qonaqlığına gedirik ailələrimizlə bir yerdə, həm mənim, həm də yoldaşımın ailəsi və burada oğlum bəbəsinə makyaj edir. Bu isə mənim baldızımdan gələn hədiyyədir. Artıq evdən çıxırıq və restorana yollanırıq. Yoldaşımın atası bizi iftar qonaqlığına dəvət edir. Qapıdan çıxanda qarşılaşmasın. İftar elədik, orucumuzu açdıq, amma insanlar o qədər çox idi ki, sifarişlər yarım saat 45 dəqiqə yubandı və biz rəsmən çörək və pendirlə qarnımızı doyurduq. Burada həm də ad günlər var idi deyə ekstra şou proqramlar təşkil olunmuşdu. Belə kuklalar gəlmişdi və sonra dovşan gəldi. Təbii ki, bunu ən çox uşaqlar sevindi. Maraqlı bir gün keçirdik. Sonunda evə gəldik və əşyalarımızı yer-bər eləyəndən sonra baldızımın aldığı hədiyyəyə baxıram. Baldızım dediyimə baxmayın, aramızdakı münasibət iki bacının bir-biri ilə arasında olan münasibətdir. Və burada kirli paltarlar çıxmışdı, Ömərin paltarları idi. Bunları da ayırıram ki, yuyulmağa qoyum. Güllərimi də suya yerləşdirirəm. Məncə biz qadınlar həqiqətən güllərə layiqik və mən gülləri çox sevirəm. Bir daha hər birimizin 8 martını təbrik edirəm. İnşallah həyatımızın hər dönəmində uğurlu, sevib sevilən qadınlardan olarıq. Videom da bura qədərdir. Ümid edirəm sevərək, bəyənərək izlədiniz. Məni bəyənməyi, abunə olmağı, şərh yazmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.